hamımız bu günlərin şahidi olmuş. Amma bilirdik ki şəhidlərsiz qələbə olur. Onlara deyəcək bircə sözümüz vardı. Bilirəm, cavab almayacağım. Bəlkə də səninlə nə vaxtsa qarşılaşmışam. Yol getmişəm, görmüşəm səni. Bəlkə də. Amma nə sən məni tanıyırsan, nə mən səni. İndi mən səni tanıyıram. İndi hamı səni tanıyır. Əziz şəhid, o namərd gülləsinə tuş gəlib yıxıldığın yerdə hansı ucalığı, necə bir nümunə yaratdığının fərqindəsən? Qanın axan o torpaqda nə güllər açır bilirsən. Xocalıda üzlər gülür, bilirsən. Üzeyir, Natəvan, Bülbül Şuşada necə bəxtiyardır, bilirsən. Laçında məktəb açılır, Xankəndi tələbə şəhəri olur. 30 ildə uçurulmuş o viran daşlarla Zəngilanda bina hörülür, bilirsən. Kəlbəcər necə dəyişir, bilirsən. Sənin şəklini bütün Azərbaycan başının üstündə tutub, bilirsən. Əziz şəhid, məncə sən hamısını öncədən bilirsən. Bu cənnəti təsəvvüründə görmüsən. Ona görə səni heç nə, heç gün dayandıra bilmədi. Cənnətə doğru getdin. Vətən, canım sənə fəda nidaları var. Anana da, atana da, övladına da en yüksək adı verdin. Şəhid anası, şəhid atası, şəhid övladı. Kövrəlirlərdə, darıxırlardı, el gözləri sənə axtarır. Amma sancdığın bayraq qədər görünmürdü. Yüksəkdədir onlar. İndi biz sənin ətrini onlardan alırıq. Hər kəlmələri, hər baxışları səndən danışır. Əziz şəhid, azad torpaqlarda bu şanlı bayraq dalğalandıqca ruhum bizimdir. Müzəffər Ali Başkomandanın dəmir yumruğu qədər möhkəm, əzəmətlisən. Sən əbədi ömür yaşayırsan, sən daha bir ailənin deyil, qalib, bütöv Azərbaycanın övladısan, fəxrisən. Bu sənə təşəkkür məktubudur, əziz şəhid. Ruhun qarşısında baş əyir. And içirik ki, uğrunda canını fəda etdiyin istiqlaliyyətimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin keşiyində əbədi duracaq. Əbədi. Ruhun şad olsun, əziz şəhid. Son qəfəsində ucalır bu səda. Ruhun şad olsun.